Əbu Qurra adlı bir mühəddis İmam Rızaya dedi, bizə belə rəvayət olunub ki, Allah Taala rü'yət, yəni görülmə və kəlam, yəni danışma məsələsini iki nəfər arasında bölüşdürüb. Danışmağı Musa, görməni isə Məhəmməd arasında bölüşdürüb. Yəni Musa Peyğəmbər əleyhissalam ilə danışıb, Məhəmməd sallallahu aleyhi və alihi və səlləm Peyğəmbərə görünüb. İmam Rıza buyurdu, Allah tərəfindən gözlər onu dərk etməz və o gözləri dərk edər. Həmçinin onlar onu, yəni Allahı elm ilə əhatə edə bilməzlər. Habelə onun bənzəri kimi heç bir şey yoxdur. Ayələrini səqələyinə, yəni cinlərə və insanlara kim çatdırıb? Məyər Məhəmməd salavatullah deyildimi? Əbu Qurra dedi, bəli, imam buyurdu. Elə isə necə ola bilər ki, bir şəxs bütün məxluqatın qarşısına çıxır, onlara xəbər verir ki, Allah tərəfindən gəlib və Allahın əmri ilə onları Allaha doğru çağırır. Sonra deyir ki, gözlər Allahı dərk etməz, Allah isə gözləri dərk edər. Onlar Allahı elm ilə əhatə edə bilməzlər. Allahın bənzəri kimi heç bir şey yoxdur. Ardınca da deyir ki, mən Allahı öz gözlərimlə gördüm, onu əhatə etdim və o bəşər surətində idi. Məyər utanmırlar? Halbuki zındıqlar, yəni dinsizlər belə Peyğəmbəri belə bir şeydə ittiham edə bilməyiblər ki, Allah Taala tərəfindən bir şey gətirir. Sonra isə başqa bir cəhətdən onun ziddini gətirir. Əbu Qurra dedi, axı o özü deyir, onu bir dəfə də başqa enişdə gördü. İmam Rıza buyurdu, bu ayədən sonra Peyğəmbərin nəyi gördüyünü göstərən ifadə gəlir. Çünki Allah buyurur, könül gördüyünü yalan saymadı. Yəni deyir ki, Məhəmmədin sallallahu aleyhi və alihi və səlləm könlü gözünün gördüyünü yalanlamadı. Qeyd edim ki, xəbərdə mə kəzəbə fuadu Muhammedin mə rəət aynəhu ifadəsində ikinci mə ədatının inkar olduğunu deyənlər də olub. Yəni Peyğəmbərin gözləri yox, könlü, qəlbi gördü. Sonra Allah Peyğəmbərin nə gördüyünü xəbər verir və buyurur. O, Rəbbinin ən böyük ayələrindən gördü. Allahın ayələri isə Allahdan başqadır. Yəni gördüyü Allah deyil, onun böyük ayələrindəndir. Halbuki Allah buyurub, onlar Allahı elm ilə əhatə edə bilməzlər. Əgər gözlər Allahı görə bilsəydi, deməli onu elm ilə əhatə etmiş olardılar və mərifət hasil olmuş olardı. Yəni Allahı gördün, onun zatı haqqında elmə malik oldun. Əbu Qurra dedi, deməli sən rəvayətləri yalan sayırsan? İmam Rıza buyurdu, əgər rəvayətlər Qurana zidd olsa, mən onları təksib edirəm. Müsəlmanların icma etdiyi isə budur ki, Allahı heç bir elm əhatə edə bilməz. Gözlər onu dərk etməz və onun bənzəri kimi heç bir şey yoxdur. Baxın əzizlər, istidlal etməyin qaydası budur.